Bu gün növbəti dəfə Naxçıvan Dövlət Universitetinin Şəhid Ailələr İctimai Birliyin təşkilatçılığı ilə şəhid ailələri ilk dərsə Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşə girir. Bu bizim tariximizin ən gözəl səhifələrindən biridir deyərəm. Ona görə ki, vətənimizin azadlığı, torpaqlarımızın müstəqilliyi uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizin valideynləri tələbələrlə görüşür, birbaşa təmasa girir və tələbələrə öz şəhidlərimiz haqqında, onun qəhrəmanlıqları haqqında danışacaqdır. Artıq 4 ildir ki, universitetdə hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənəyə çevrilib. Bu təşəbbüsün əsas məqsədi vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək, sağlamlığını itirən qazilərimizin fədakarlığını gənc nəslə çatdırmaq və tələbələri vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Universitetin bütün fakültələrində keçirilən dərslərdə ailə üzvləri şəhidlərin həyatı, şərəfli döyüş yolu və qəhrəmanlıqlarından danışıblar. Qazilər möhtəşəm zəfər tariximizin canlı şahidi kimi Qarabağ müharibəsinin unudulmaz anlarından, döyüş meydanında göstərilən igidlik nümunələrindən və qazanılan qələbənin xalqımız üçün daşıdığı tarixi əhəmiyyətdən bəhs ediblər. Bəzi auditoriyalarda şəhidlərimizin həyatlarını və qəhrəmanlıqlarını əks etdirən slaydlar nümayiş olunub. Tələbələrin sualları cavablandırılıb, səmimi fikir mübadiləsi aparılıb. Vətənpərvərlik mövzusunda geniş müzakirələr etdik, danışıq oldu. Az çox bacardığımız qədər biz də çalışırıq vətənpərvərlik mövzusunda. Tələbələrimizə, gənc nəsillərə bacardığımız qədər vətənpərvərlik hissini aşılayaq, bu emosiyaların nə demək olduğunu aşılayaq. Tələbələrimiz də diqqətlə bizi dinləyirdilər, vətənpərvərlik mövzusunda suallar verdilər, biz də bacardığımız sualları cavablandırdıq. Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təbliğ eləmək çox gözəl duyğudur, çox gözəl hissdir. Bizlər də çalışırıq ki, Azərbaycan dövlətindən, dövlətçiliyinə layiq vətəndaş olub, layiq vətəndaşlar yetişməsində öz köməyimizi göstərək. Fəaliyyətimizlə bunu hər zaman gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni əsirgəlmirik. Gülay Tahirli, Akşin Məhərrəmov, NTV Xəbər.